Qızlar, məhsullarım gəldi. Sizinlə bərabər dedim açım. Demək olar ki, bunların çoxsunu həm evə, həm də almışam ki, bəlkə satış edəm. Bəzən olur ki, kimsə nəsə istəyəndə, əlimdə olanda satış edirəm. Və yaxud da artıq alıram, evimdə lazım olan məhsulları işlədirəm. Baxın, Loewe şampunu, çox sevirəm bu şampunu, həm qoxusunu. 2 dənə almışam, indirimlərdən yararlanmışam. Sonra bu duş gellərini çox sevirəm, Lakremenin. Həm şaftalısın, həm çiyələklisin. İndirimə düşmüşdü, yararlanmışam. Lazım gələrsə, yəni əlimin altında istifadə edəcəm. Çox sevirəm bu duş gellərini. Badamlısı, bu evimin vazgeçilməzidir. Bax, bu da vanna otaqları üçün tərtəmiz edir. Həm krantların başlarını, həm kafelləri tərtəmiz edir. Qabyan vasitələrimiz. Soda effektli, ən çox sevdiyim qabyan maye. Bu da limonlu, bu da çox qəşəngdir. Bu asvejetiri də çox bəyənirəm. 2 dənə götürmüşəm. Bir də çiyələkli, lakremi. Bu da maye sabun, çox sevirəm bunları. Əlləri çox yumuşaq edir, həm də qoxusu çox qəşəngdir, adamın əlində qalır. Bu da şaftalısı. Badamlı. Bunlar da dezodorantlar, çok qəşəngdir bunlar da. Bu da şaftalı. İndirimdə idi də, çox götürmüşəm. Bu da şaftalı. Saçlarım var. İkinci siparişim idi. Saç rengi. Bu tür sifarişlərimdir. Bir də bu. Qalmadı daha. Bir də kuponlarım var. Bir də kupondu. Yine qızlar. Baxın, dedik ki, sifarişlərim olmuş. Demək olar ki, burada bəzi məhsullar sifarişdir. Qalanları isə evim üçün almışam. Təmizləyici vasitələr də onsuz da evə lazım olur. Gidib marketdən alınca elə fabirlik məhsulları alın və razı qalın.